Biliyinizi və intuisiyanızı yoxlamağa hazırsınız? Onda yaxın əyləşin. Camaat nə deyir başlayır. Qarşılayın. Verilişin aparıcısı Ağa Nadirov. Akşamınız xeyir olsun əziz tamaşaçılar, hər birinizə yaxşı əhval-ruhiyyə arzusuyla başlayırıq Camaat Nədir proqramına və iki komanda yarışır. Sabaya saxlamayanlar, xoş gördük sizi və onlarla üzbəüz gənc müxbirlər komandası. Azər salam. Salam, hər Necəsiz? Çox sağ olun, siz necəsiz? Təşəkkürlər. Azər bizi komandanıza tanış edərsiniz, çox rica edirəm. Komanda yoldaşım Almaz. Almazla 4 ildir bir yerdə oxuyuram. Aha. Həm qrup yoldaşımdır, həm iş yoldaşımdır. Almaz insanları bürclərinə görə tanımağı var. Bürclərinə görə tanıyır. Bəli və Maraqlıdır. bir xasiyyəti var ki, hamını çox gözəl linçləyə bilir. Misal üçün, nədənsə xoşu gəlməyəndə gözəl reaksiyalar verir. Almaz xanım, ən yaxşı bürc hansıdır sizin fikircə? Bəylərdə və xanımlarda? Xanımlarda təbii ki öz bürcüm. Hansı bürc? Əqrəb bürcü. Əqrəb? Əqrəb bürcü. Niyə Acaba gülürsün? yaxşı olur. Həmişə yaxşı olur. Əqrəb bürcü deyən hamı qaçır. Yox dostlar. Əqrəb düzdür. xoşunuz gəlir əqrəb bürcünə. Əqrəb bürcüyəm mən. Əqrəbsiz siz? Əqrəbsiz. İstəyir Orxan bəy. Burada 3 əqrəb xanım var. Üçümüz də əqrəbik. Ha verilişi bəlkə bax dəyişir bəlkə. Komanda da əqrəb. Əqrəb mövsümü deyə əqrəb. Buyurun Almaz xanım, bəs kişilər arasında ən yaxşı hansıdır? Kişilər arasında düşünürəm ki tərəzi. Tərəzi. Niyə tərəzi? Onlar axı deyirlər bəzən qərar verməyi falan. Məncə xeyr, məncə Biz ədalətli sizinlə bu qərar barədə verirlər. danışacağıq birazdan. Buğa necədir bəs? Buğa da yaxşıdır. Yaxşıdır, yəni o qədər də Əla mükəmməl deyil. Yaxşıdır. Yaxşıdır. Azər, davam edək, zəhmət olmasa. Növbəti iştirakçımız. Almaz xanımın söhbətləri xoşuma gəlmədi. Buğa belə də, yəni. Mən özüm buğa biləcəm amma. Görürsünüz, əzizim. Yəni, buyurun. Növbəti komanda yoldaşım Fidandır. Aha. Fidan da çox gözəl replikləri var həqiqətən. Biz onu çox vaxt zarafat yana lağa tuturuq ki, boyu balacadır. Boyu balacadır. Aha, boyun balaca olmağı ilə Bəli. lağ eləyirik. Bu əslində Hə, çox zarafat avantajlı yeri Əlbəttə gəlmişdir. ki. Fidan, narahat olmayın. Amma İstənilən həmişə yerdə rahat deyirlər- keçə bilirsiniz. Həmişə mənə deyirlər ki, sən çox bilsən, yarısı da yerin altındadır deyirlər. Bəli. Bir dənə zəhmət olmasa gələrdiniz. Fidanı alqışlarla bura dəvət eləmək istəyirəm. Məncə çox balaca deyil, normaldır yox. Yox. Mən nə yalan deyim sizə. Davam eləməyək. Davam edəyək də. Yox, davam edək. Keçin zəhmət olmasa yerinizə. Ya Allah. Buyurun, Azərbaycan Fidan haqqında bu qədər. Yəni balaca boyda bildik onu. Sonra? Fidanın da çox gözəl replikləri var. Hətta üz ifadələri falan adam çox xoşuna gəlir də. Növbəti keçim növbətiyə. Nə bilir, siz bilən məsləhətdir. Növbəti Fərid. Fəridi biz Yəni biz istəyirik Fidan xanım haqqında yaxşı söz deyəcək. Siz də yaxşı söz deyəcək. Vallahi. Adamı linçləyir, yəni o qədər. Boyu balacadır. Yəni yaxşı söz deyə bilmədiniz. Olan odur. Aha. Neynə? Fidan xanım, keçin bu tərəfə. Onlar sizi sabaha saxlamayacaqlar. Bəydən qorxuram. Buyurun Fərid bəy. növbəti Fəriddir. Fəridi biz Harry Potter adlandırırıq. Harry Aha. Potter oxşuyur. Oxşuyur. Bəli, çox zəhmətkeşdir, çox çalışqandır. Həm də Fərid kolleksionerdir. Aha. Nə kolleksiyası yığır? Müxtəlif hansısa tədbirlərə gedir, oradan gətirilir hədiyyələr və yaxud da kartiskalar falan yığır. Həm də Bundan kitab bir dənəsi oxumağı da verərik sizə. sevir. Cəmaət nə deyir? Saxlayarsınız kolleksiyanı. Əla olar. Əla olar. Bəli. Həm də kitab oxumağı sevir. Kitab oxumağı. Hansı kitabları? Harry Potter oxuyursunuz? Harry Potter oxumuşam. Aha. 8 kitabın hamısını oxumuşam. Ən son başlamışdım, səhv eləmirəmsə, George Orwellin 1984. Amma adətən bəzən olur ki, kitabları yarımçıq saxlayıram. Çünki bəyənmirəm, yarısında saxlayıram və yaxud elə olur. Amma daha çox kitabdan çox film izləməyi, serial izləməyi sevirəm deyə bilərəm yəni. Fərid, bunu cəmaət nə deyir? Bunu sizə təqdim edirəm, hədiyyə edirəm. Öz kolleksiyanın sırasında olsa, sualların cavabları orada var. Zarafat elə, təbii ki, boş idi. Və bir dənə zəhmət olmasa göstərin içərisində, hamı görsün, zəhmət olmasa. Heç nə yoxdur. Ay, sağ ol, heç nə yoxdur. Suallar. Davam edirik və sonunda Diana xanım. Sonda Diana xanım Gül xanımdır. Gül xanım da bizim iş yoldaşımızdır. Gül xanımı nə ilə tanıyırıq? Daha çox o ac olur, ancaq ac olur. Ancaq ac olur, Ancaq ac yiyəndi olur. yəni. Hə, dəhşət yeyəndi və çox da işdə də ancaq yuxuluyur. Yatır ancaq. Yeməkdən sonra yuxuya Yeməyi də misal üçün bütün xəmir yeməkləri olsun, düyü olsun, xəncəl olsun, hamısını çörəklə yeyir. Almaz xanım, bizi zəhmət olmasa buğa büclü olan Azərlə tanış eləyərdiniz. Azər mənim həm qrup yoldaşımdır, həm iş yoldaşımdır. Azər futbol həvəskarıdır, həmçinin maşınlarla çox maraqlanır, amma maşınlar içərisində biz onu daha çox 07 həvəskarı kimi tanıyırıq. Aha, 07. Bəli, 07.
Maraqlıdır. Almaz xanım, bəs siz futbola baxırsınız? Yox. Baxmırsınız. Xeyr. Burada futbola baxan kim var? Azər. Bir dənə Bir dənə Azərdir. Azər. Hansı komandaya azarkeş edirsiniz? Atletico Madrid. Atletico Madrid. Çox gözəl. Hörmətli gənc müxbirlər, sizi tanımağıma şadam. Uğurlar sizə və sabah saxlamayanlar komandası burada var. Xoş gördük Nişabə xanım, necəsiz? Yaxşıyam, çox sağ Yaxşı olun. olasınız. Bizi komandanızla tanış edərdiniz. Böyük məmnuniyyətlə. Firuz, Çox gözəl. Şad deməli olun. Firuz içəri əlində stəkan, kofe stəkanı ilə girəndə bilirik ki, əhval-ruhiyyəsi əladır, cibi də doludur. Aha. Yəni ayda bir dəfə. Hadi. Maaş alandan alana. Sonra jurnalist olduğu qədər, yaxşı jurnalist və redaktor olduğu qədər yaxşı futbol ekspertidir. Aha. Dünya futbolunu çox A-sından Z-sinə qədər qəşəng təhlil eləyə bilir, qənaətlər verə bilir, proqnozlar verir. Firuz bəy, siz bəs hansı komandaya Mən yazırsınız? Qalatasaray yazarım. Mən onu Galatasaray. deyəcəkdim elə. Qatı Qalatasarayçıdır. Hətta onun komandasının şərəfinə deyilən hər hansı bir tənqidə görə mənə elə gəlir ki, hətta əlbəyaxa döyüşə də çıxar. Hətta olub belə bir hadisə? Firuz? Yox, uzun illər əvvəl olub, amma uşaq vaxtı Yəni qarşınıza çıxan adama baxır da, baxırsınız. Təbii Yox, ki, o siz da izləyirsiniz üzr falan. olur. Bəzən tənqidlə razılaşırıq. Davam etmək istəyirəm Firuzla. Çox zarafatçıldır. O vaxt ki, o dəqiqələrdə ki, biz çox stresli oluruq, gərgin oluruq. Firuzun əhval-ruhiyyəsi yerindədir. Bir zarafatı ilə, atmacası ilə hamının əhvalını yaxşıya dəyişə bilir. Nə gözəl. Ümid edirəm ki, bugün burada da işləyəcək bu. Yeri Cəmaətlə gəldikcə birlikdə. əlimizdən Sonra gələni dayanan iştirakçımız. İlham müəllim məhz o insandır ki, biz mübahisə eləyirik, nəyinsə yollarını axtarırıq, təkliflər eləyirik, bəzən fikirlərimiz toqquşur, Aha. hətta gərginləşir, sükutla bizi dinləyir və kənardan yaxınlaşıb bircə kəlmə ya özü deyəcək, ya biz soruşacaq ki, İlham müəllim, sizin fikriniz necədir? Elə bir kəlməni deyəcək ki, mövzu nöqtələnəcək və biz dağılışacağıq. Və mövzunu bağlayacaq. Mövzunu bağlayacaq, belə deyim. Çox gözəl. Çox Əslində- sakit, soyuqqanlı, biz stres keçirdiyimiz qədər o soyuq ağlını saxlaya bilən və lazım olan qərarı verə bilən adamdır. Aha. Qərar verən adamdır. Qərarlı Bəli, da bir söz. bəli, Çox bəli. gözəl. Sonra dayanan təbəssümlü Orxan. olan. Orxan, deməli, əvvəlcə onu deyim ki, Orxan həm də yazıçıdır. Hoppa. Orxan Cuvarlı. Çox gözəl hekayələri var. Ümid edirəm və inanıram ki, tanınmış yazıçılardan, istedadlı yazıçılarımızdandır və perspektivdə də daha yaxşı yerlərə gedib Orxan, çıxacaq. hələ ki kitabınız yoxdur. Yox, Yoxdur, amma gələcəkdə düşünürsünüz. planlaşdırıram Çox bəli. gözəl. yaxın Orxan vaxtda. Azərbaycandan kənarda bir neçə ölkədə yaşasa da, mən bildiyim qədəri ona ən çox doğma olan Azərbaycan olub. Heç yerdə Azərbaycandakı qədər rahat və Valla sevincli hamımız firavun. eləyik. Hansı ölkələrdə yaşamısınız Orxan? Türkiyədə tələbə olmuşam, magistr Aha. təhsil almışam, bir də Rusiyada uzun illər yaşamışam. Rusiyada olmusunuz. Bəli. Kazanda, Tatarstanda. Rusiyada harda, hansı? Kazan şəhərində, Tatarstanda. Tatar dilində danışa bilirsiniz. Yox, mən orada sadəcə Heç olaraq bilmirsiniz rus sözlər. dilində. Heç bilmirsiniz, heç Yox, bilmirsiniz. bildiyim sözlər var əlbəttə. Məsələn, hansı sözlər bilirsiniz? Məsələn, çox maraqlıdır. Onlar ətə it deyirlər, Ətə it deyirlər. İtə ət deyirlər. İtə ət deyirlər. Bəli. Ət gəlir falan. O belə. Bəli, onlarda o mənə həmişə qəribə gəlirdi. Məsələn, amma oxşuyur bizim sözlərimizlə. Yəni iti yeyirlər onlar. İti yemirlər. Yəni iti ət yeyirlər, kimi bəli. qəbul edib iti ət yeyirlər də, yox. Bəli, bəli, Amma ət əti yemirlər ki, qaçan əti. Yox. Yox. Çox maraqlıdır və sonda dayanan. Orxan haqqında bir dənə də söz deyim. Buyurun. Orxanın deməli danışdıqlarından biz bilirik ki, onun çox şirin bir nənəsi var. Elə buradan istifadə edib nənəsini 100%, alqışlamaq istəyirik, 100% salamlamaq istəyirik. Hamınız tanıyırsınız Orxanın nənəsi. Orxanın danışdıqlarından hamısını tanıyır. Elə bir ki, öz nənəmiz qədər tanıyırıq Orxanın Hətta da nənəsini. maraqlı. Və Və sonra dayanan. Həmid ağa. Aha. Həmid onun qeyd edeyim yerində ki, yaxşı jurnalist olmaqla bərabər eyni zamanda çox tarix həvəskarıdır, tarixin aşiqidir. Xüsusilə Azərbaycan tarixi ilə bağlı araşdırmalar aparır. Özünün YouTube kanalı var, çox maraqlı materiallar yerləşdirir ora. Hərdən mənə elə gəlir ki, o qədər o tarixin içinə girir ki, o qılıncların səsini, dəbilqələr, hamısını hiss eləyir adam. Hiss edir. Belə ki, çıxarda bilir o səsləri. Bəli, Qılınc bəli, səsi bəli. çıxarda bilir. Onu deyən Həmin bərə bacarsınız qılınc səsi çıxarmağı. mənə elə hətta yuxuda da görür. O qoyduğu Sözün materialları düzü- yuxuda da görür. Sözün düzü cəhd eləməmişəm. Aha. Yəni Nüşabə xanım onu obrazlı şəkildə dedi ki, yəni qılıncın səsini duyur. Yəni o dövrü sanki Yəni yaşayır. qılıncın O səsi da- necə olur? Yəni necə çıxarmaq olar onu? Onu insan o səsi çıxara bilməz, onu qılınc çıxara bilər. Ona ancaq Bəli. qılınc çıxara bilər. Və Maraqlıdır. hiper məsuliyyətlidir, onu deyim. Firuz bəy, biz istədik ki, komandanın kapitanı ilə bizi tanış Bəli. edəsiniz Nüşabə xanımla. Nüşabə xanım hamımız haqqında çox gözəl fikirlər səsləndirdi. Nüşabə xanım
bizim böyük redaktorumuzdur. İşdə çox dəyərli bir insandır böyüyümüzdə, amma həm də mənim haqqımda bir çox gözəl xüsusiyyətlər sadaldı. Biz Nüşabə xanımla 2009-cu ildən tanışıq. O mənim həm də müəllimim olub, o bunu demədi. Amma Nüşabə xanım təkcə mənim müəllimim deyil, həm də ustadımdır. Çünki bayaq sadaladığı gözəl xüsusiyyətlərin bir çoxu məndə varsa, bunda ən böyük pay sahibi valideynlərimlə bir yerdə Nüşabə xanımdadır. Ona görə mən ustadımı istəyirəm alqışlayaq. Alqışlayaq, böyük məmnuniyyətlə. Hamımızın komandanında, İlham mənim sizin yoxdur indi təbii ki. Bizim hamımızın böyüyüdür orada, otaqda, hər mənada, hər işdə, yəni təkcə iş baxımından yox. İstənilən məsələdə biz Nüşabə xanıma müraciət edib, onun məsləhətlərini, köməklərini ala bilirik. Ona görə də həm də komandamızın kapitanıdır. Əla, Nüşabə xanım, sizi də xoş gördük. Şad olduq tanış olmamıza. Sabahına saxlamayanlar deyəndə, nəyi nəzərdə tutursunuz? Yəni, adın bir açıqlamasını verseniz daha yaxşı olardı. Bugün aktual olan heç nəyi sabaha saxlamırıq. Heç Eyni nəyi zamanda əylənməkdir. Əylənmək bilə, Bəli. sabaha Həm də saxlamaq. atalar məsələ var da, bugün işini sabah saxlamazlar. Biz də elə eləyirik. Bravo, sabaha saxlamayanlar komandası. Gənc müxbirlərlə qarşı-qarşıya. Beləliklə, mən sizə qaydalarımız haqqında məlumat vermək istəyirəm. Bizdə 4 raund və final var. Birinci və ikinci raundlar sadə raundlardır. Daha çox xallar toplayın ki, sonda həmin xallar manata çevriləcək. Manatlar isə elektronika məişət texnikalarını sizə qazandıracaq. Çalışın doğru cavablara, populyar cavabları tapasınız. Amma əgər siz səhv cavab versiniz, bu səsə işləyəcəksiniz. Yeri gəlmişkən bizdə 3-cü və 4-cü raundlarda var. 3-cü və 4-cü raundlar biraz mürəkkəbdir. Niyə görə? Çünki xallar 2-yə vurulur. Daha çox xal verilir sizə. Odur ki, daha ciddi oyun tələb edir. Sonda ən çox xalı olanla finala gedəcəyik. Finalda isə 1000 manatlıq təklifim olacaq. Yəni siz buradan minlərlə pulla gedib məişət texnikalarını, elektronikanı əldə edə bilərsiniz. Dostlar, hər birinizə uğurlar arzu edirəm. Hazırsınızsa başlayaq. Cəmaət nə deyir? Raund 1 başlasın. Baxaq görə nələr baş verəcək. Təbii ki, birinci raunddan artıq hansısa bir komanda irəli çıxa biləcək. Buna əminəm. Xallar kimin hesabına yazılacaq? Kim elə birinci raunddan sevinç hissləri ilə irəli getməyə təbii ki, nail olacaq. Bunu bilmək üçün Nüşabə xanım və Azər bəy, hər ikinizi dəvət edirəm mərkəzə! Xoş gördük hər ikinizi mərkəzdə. 51-i masa üzərində, digəri isə aşağıda zəhmət olsun. Nüşabə xanım, beləliklə 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar cavabları axtarırıq. 6 cavabı axtarırıq. Yeri gəlmişkən ilk düyməyə sıxan cavablandırır. Ən populyar cavabı desəz, seçimi siz edəcəksiniz ki, hansı komanda yarışır. Müdür işçini yanına niyə çağırıb? Buyurun Azər. Şikayət eləmək üçün. Diqqət ekrana, cəmaət nə deyir? Danlamağa, şikayət eləmək üçün. Azər, ən populyar cavabı tapdınız. Kimin oynayırıq? Gənc müxbirlər yoxsa sabaha saxlamayanlar? Öz komandamızda. Öz komandamıza. Hər kəs öz komandasının yanına buyura bilərsiniz. Siz söhbət edə bilərsiniz, danışa bilərsiniz, siz isə yox. Siz yalnız mənimlə söhbət edəcəksiniz. Almaz xanım, deyin görək, müdür işçini yanına niyə çağırıb? Təqdir eləməyə. Yəni, tərifləməyə. Diqqət ekrana. Gəlin baxaq. Görək bəs cəmaət nə deyir? Var belə cavab. Mən sizi təbrik edirəm. Və keçid alırıq Fidan sizə. Bəli. Fidan, müdür işçinin yanına niyə çağırıb? İşdən çıxarır. İşdən çıxarır. Bəli. Diqqət ekrana. Gəlin baxaq. Bəs cəmaət nə deyir? Bəli, var belə cavab. Keçid alırıq Fərid sizə. Fərid, müdür işçini yanına çağırıb. Niyə? İş tapşırmağa məncə. İş tapşırmağa. Cavabınızı qəbul edirik və baxırıq. Diqqət ekrana. Bəs görəsən, cəmaət nə deyir? Var belə cavab. Heç bir səhv etmədən xanaları aça gelirsiniz. Deyin görəm, sizin fikircə müdür işçini yanına niyə çağırıb Gül xanım? Vəzifəsini artırmaq üçün. Bəli? Vəzifəsini artırmaq üçün. Vəzifəsini artırmaq üçün bu cavabınızı da qəbul edirəm Gül xanım. Gəlin baxaq görək. Cəmaət nə deyir? Bəli, var belə cavab. Səhviniz yoxdur Azər. Daha bir cavabı deyin. Səhvsiz raundu bağlayaq. Müdür işçinin yanına niyə çağırıb? Maaşını artırmağa. Maaşını artırmağa. Cavabınızı qəbul edirəm. Diqqət ekrana. Cəmaət nə deyir? Yoxdur belə cavab. Amma sizə davam edək. Müdür işçinin yanına niyə çağırıb? Çay gətirməyə. Çay gətirməyə? Cavabınızı qəbul edirəm. Gəlin baxaq. Müdür zəng vurub ki, Almaz mənə çay gətir. Diqqət ekrana. Cəmaət nə deyir? Ay. Fidan,
Müdür işçini yanına niyə çağırıb? Yaxşı gedirdiniz ha. İndi başlamısınız səhvlər buraxmağa. Artıq 2 səhviniz var. Daha bir səhv, mən rəqib komandaya yaxınlaşam. Onlar bir xananı açmaqla bütün xalları götürə bilərlər. Heyif deyil, o qədər xal toplamış, 82 xal. Mən düz cavab deyin. Müdür işçini niyə çağırıb? Bəlkə iclasdır. İclasdır. Məndən soruşursunuz? İclas olduğunu düşünürəm. İclas olduğunu düşünürsünüz. Cavabınızı qəbul edirəm və baxırıq. Görək, diqqət edək. Bəs görəsən, cəmaət nə deyir? Yoxdur belə cavab. Hər kəs öz yerindədir və biz başlayırıq. Siz sadəcə versiya deyəcəksiniz. Sonda isə Nüşabə xanım cavabı deyəcək. Əmid zəhmət olmasa bizə deyərdiniz. Müdür işçini yanına niyə çağırıb? İşdən azad etməyə. Aydındır. Müdür işçini yanına niyə çağırıb? Məncə söz soruşmaq üçün. Təşəkkürlər. O cavab Orxan, verildi. İlham bəy, müdür işçini yanına niyə çağırıb? Mən hesab edirəm ki, hesabat istəmək ki, nə iş görülüb, gün ərzində nə iş Aydındır. görülüb onu. Firuz bəy, cavabınız daha bir versiyanı siz deyin. Müdür Maaşı işçini yanına niyə qaldırmırsa çağırıb? bəlkə maaşını azaltmaq üçün çağırır. Maaşını azaltmaq. Bax, bu ola bilər. Nişabə xanım, sizin isə cavabınız dəqiq olmalıdır. Bizə deyin, cəmi bir cavab desə və bütün xanalar açdılar. 1, 2, 3, 4, 5, bir dənə 6-cı xana qalıb. Cavabı deyin, xalları götürün, aparın. Əladır da. Hazıra nazir. Sabaha saxlamayaq. Müdir sadəcə işçini çağırıb söz soruşmağa Söz soruşmağa. Bəli. Cavabınızı qəbul edirəm. qəbul edin. Bu cavabı dəyişə bilməzsiniz. Əgər cavabınız düz olarsa, xallar sizindir və bu cavabı siz demədiniz yeri gəlmişkən, Azər. Hə? Sadəcə ola belə söz soruşmağa çağırıb. Kimdənsə, məsələn, Almazı çağırıb ki, Fidan neynir? Bütün gün nə işlə məşğul olur? Və yaxud da ki, Gül xanım heç də yeyir, Hansı yatır. bürcdəndir? Və beləliklə, diqqət ekrana. Bu cavabı bəlkə də desəydiniz, siz bütün xanaları açmış olacaqdınız, Azər. Diqqət ekrana. Cəmaət nə deyir? Yoxdur belə cavab. Belə cavab yoxdur. Nüşabə xanım apara bilmədiniz. Xallar keçdi. Gənc müxbirlərə birinci raundun qalibləri. Bəs yaxşı hansı cavabı deməliydiniz ki, bu xananı açıb xalları götürəsiniz? Bəs siz hansı cavabı deməliydiniz ki, səhv buraxmadan bütün Mən xalları rəqib açmış komanda ilə olacaqsınız? razıyam. Buyurun Gülxan Rəqib komanda cavabınız. ilə razıyam çünki hesabatda soruşmağı ola bilər. Hesabat. Bəli. Məncə də. Ola bilər. yəni. Gəlin baxaq var yoxsa yox. Gəlin baxaq 6-cı xanaya. Cəmaət nə deyir? Təbrik etməyə sadə bir cavab. Yaxşı iş görüb, çağırıb ki, məsələn, çox əla bir sujet hazırlamışdınız. Təbrik edirəm sizi. Bu sözü deməyə maaşı artırmayacaq, amma o təbriki deyəcək sizə. Və dərin təşəkkürlər hər iki komandaya. Qaliblər, gənc müxbirlər birinci raundun qalibləridir. Bəs ikinci raundda nələr başlayacaq? Bunu bilmək üçün təbii ki, tələsirik. Hazırsınız ikinci raunda? Görək nə baş verəcək. Sabaha saxlamayaq. Əsas məsələ, indi bu dəqiqə bütün məsələləri həll eləmək lazımdır. Round 2, cəmaət nə deyir? Davam edək. Sözümün canı var. Xalı qaldırmaq lazımdır. Sıfırla getmək olmaz. Hər birinizə uğurlar, hər iki komandaya uğurlar, gənc müxbirlər, sabaha saxlamayanlar. Növbəti raunda keçid alırıq. Növbəti raunda görək kim irəli çıxa biləcək. Almaz xanım, hazırsınız? Bəli. Biz buna da ümid edirik ki, bu da Yeri gəlmiş ki, çıxacaq. insana baxanda bilə bilirsiniz bu adam hansı bürcdəndir. Mən hansı bürcdənəm məsələn almazsan? Firuz cavab sual dedi. Hansı bürcdəndir Firuz sizin fikriniz? Ən gözəl bürcün nümayəndəsiyəm mən. Ən gözəl bürcün, gözəl. Qoç bürcü. Yox, əkizlər təbii ki. Gözəl cavab verdi. Siz tapmalıydınız. Görürsünüz de axı ən gözəl bürc. Siz özünüz dediniz ki, əkizlər kişilər arasında ən yaxşısıdır. Yox. Tərəzi demişdim. Tərəzi demiş. Tərəzi demişdi Firuz. Siz yaxşı söyləyin. Tərəzi var burada. Aha. Almaz xanım, oxşayır yoxsa yox tərəziyə? Bəli. Nə bilirsiniz? Bəli, nə bildiniz? Həm söhbət olmuşuq Həmid bəylə. Onu Həmid bəylə tanıyıram. söhbət olub Bəli, bəli. eləmişsiniz. Soruşmuşsunuz artıq hansı bürcdənsiz? Yox. Mən Amma sizə Həmid bəylə yox. Mən sizi Firuz bəylə qarşı-qarşıya qoyacağım. Almaz, Firuz, mərkəzə! Peşəkar Qalatasaray azarkeşidir. Yeri gəlmişkən. Siz mən futbola baxmıram. futbola baxmırsınız. Heç vaxt baxmamısınız. Heç vaxt. Eyb yox. Bürclərə baxırsınız. Baxın. 100 nəfər arasında sorğu aparmışıq. 6 ən populyar cavabı axtarırıq. Əllər masa üzərində zəhmət olmasa. İlk düyməyə sıxan cavablandırır. Ən populyar cavabı deyən isə seçim edəcək hansı komanda ilə yarışaq. Üst başı yaş olan insan harda işləyir? Buyurun Firuz bəy. Üst başı yaşı olan insan metroda işləyir. Metroda işləyir. Şaxtada daha doğrusu. Gəlin baxaq. Cəmaət nə deyir?
Yoxdur belə cavab. Almaz xanım, üst başı yaş olan insan harda işləyir? Dənizdə. Diqqət ekrana, cəmaat nə deyir? Bəli, çimərlik, dəniz tamamilə doğrudur. Almaz xanım kimin oynayırıq? Gənc müxbirlər yoxsa sabah saxlamayanlar? Gənc müxbirlər. Gənc müxbirlər. Bəli. Gənc müxbirlər. Gənc müxbirlər. Hər kəs öz komandasını yanına dura bilərsiniz. Siz söhbət edin, siz danışın. Biz də sizinlə davam edirik Fidan xanım. Üst başı yaşlı. Bu adam harda işləyir ki? Bəlkə polis işləyir. Polis? Bəli, Üst başı niyə yaş olsun ki? yağışlı havada həmişə nəzarət eləyirlər yol hərəkəti qaydalarına. Cavabınıza baxaq. Diqqət ekrana. Bəs görəsən cəmaat nə deyir? Yoxdur belə cavab. Fərid, üst başı yaşlı adamın. Adam nə işləyir ki, nə iş görür ki? Bəlkə kanalizasiya işçisidir. Cavabınızı qəbul edirəm. Diqqət ekrana. Gəlin baxaq, görək. Cəmaat nə deyir? Bəli, su idarəsi. Və su baxın. Gül xanım. Bəli. Deyin görək, üst başı yaş olan adam nəylə məşğul olur? Bir yəni nəzərinizdən keçirdiniz, su ilə işləyən kimlər var? Su ilə işləyirlər. Fövqəladə Hallar Nazirliyi. Cavabınızı qəbul edirəm. Diqqət ekrana, gəlin baxaq, cəmaat nə deyir? Bəli, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi olaraq xilas edicilər, yanğın söndürənlər, onlar hər zaman xilas edicilər gördüyünüz kimi çimərlik, yanğın söndürənlər isə hər zaman yanğına söndürmək üçün üst başları yaş ola bilər. Üst başı yaş olan insan nə iş görür, nə ilə məşğul olur? Biz hərbiçi deyək. Cavabınızı qəbul edirəm. Diqqət ekrana, gəlin baxaq, cəmaat nə deyir? Dostlar, ən populyar cavabı tapa bilməmişsiniz Almaz xanım. Ən populyar cavabı. Balıqçı deyək. Balıqçı. Cavabınızı qəbul edirəm. Gəlin baxaq, diqqət edək ekrana. Cəmaat nə deyir? Ən populyar cavab tapılmayıb. Həmid ağa, deyin görüm, üst başı yaş olan insan nəyə məşğul olur, nə işləyir? Moykada işləyir. Buyurun, Orxan sizin cavabınız? Məncə çöldə işləyir sadəcə, açıq havada. Açıq havada işləyir. İlham bəy, üst başı yaş olan adam nə ilə məşğul olur, nə Ola işləyir? bilər xalça yeyə bilər. Xalça yuyur. Xalça Firuz yuyur, bəy, bəli. sizin fikrinizcə üst başı yaş olan insan... Balıqçı ola bilər də. Bəli? Balıqçı ola bilər. Balıqçı. Nüşabə xanım, sizin isə cavabınız dəqiq Kənd olmalı. təsərrüfatı ilə məşğuldur, əkinçi ola bilər. Son qərarımı Siz deyirsiniz. son cavabı deyirsiniz mənə. Son qərarım mən Moyka. Moyka, yuyma- avtomobil yuma. Bəli, bəli. Yaxşı, cavabınızı qəbul edirəm. Gəlin baxaq və yeri gəlmişkən cəmi 3 xananı açıblar. Əslində o qədər cavablar var ki, düşünürəm ki, bir çoxları indi biz xanaları açacağıq. Siz yalnız bir xananı açacaqsınız, amma digər xanalara açacağıq və siz deyəcəksiniz ki, bu cavabları biz deyə bilərdik. Diqqət ekrana. Siz dediniz ki, maşın yuma, avtomobil bəli, yuma. bəli. Diqqət ekrana. Bəs görəsən, cəmaat nə deyir? Ən populyar cavabın və aferin sabah saxlamayanlar komandası. İkinci raundun qalibləri 73 xalı qazandınız. Daha çox xal qazana bilərdiniz əgər digər xanlar da açılsaydı. Məsələn, üçüncü xanada gizlənən cavab. Cəmaat nə deyir? Hovuz. Bəli, hovuz hazırlayır, hovuzda işləyir. Digər bir məsələ, harda üst başı yaş olur insanın? Cəmaat nə deyir? Bağda işləyən, həyəti suluyur, ağacları suluyur və onların demək olar ki, çox zaman üstü başı yaş olur. Hörmətli gənc müxbirlər, ikinci raundda qalib ola bilmədiniz. İkinci raundun qaliblərini elan edirik. Bu sabah saxlamayanlar komandasıdır. 73 xalınız var. Sizin isə 82 xalınız var. Dostlar, diqqətli olun. Çünki daha mürəkkəb oyuna keçid olaraq xallar 2-yə vurulacaq. Hər birinizə uğurlar arzu edirik. Kim ki finala gedəcək, onun xalı daha yüksək olmalıdır. Yüksək xal arzu edirəm hər iki komandaya. Çünki finalda məhz onlarla görüşəcəyik. Hal-hazırda isə round 3 cəmaat nə deyir? Davam edirik. İki komanda yarışır bizdə və biz artıq 3-cü raunda gəlib çatmışıq. 82 xal qazanmış gənc müxbirlər var. Onların rəqibləri isə sabah saxlamayanlardır. Tez bir zamanda cavabı deyib xalları götürürlər. 73 xalları var. Təbrik edirik hər iki komandanı. Biz 3-cü raundda daha ciddi oyuna başlamalıyıq. Xallar 2-yə vurulur, daha çox manatlar gəlir və təbii ki, getdikcə artır və nəticədə kim finala gedəcək. Finalda 1000 manat təklifim hələ də keçərlidir. İlham bəy və Fidan xanım, zəhmət olmasa gəlin mərkəzə. Salam. Necəsiz? Sağ olun, necəsiz? Təşəkkürlər. İlham bəy boyu balacadır. Balaca deyil, bəstə boydur.
Bəstə boydur. Ay, nə gözəl tapdı. Bundan sonra sizə kimsə deyin ki, mənim boyum bəstədir. Yaxşı mı? Çox gözəl səslənir. Mən də istədim, mənə deyirsiniz, bəstə boysuz sizdə. Çox qəşəng. Sizə də deyə bilərəm, siz də bəstə boysuz. İlham, zəhmət olsun keçin yerimizə. Davam edirik. 100 nəfər arasında sorğu aparmışıq. 7 populyar cavabı axtarırıq. İlk düyməyə sıxan cavablandıracaq. Ən populyar cavabı deyən isə seçim edəcək. Hansı komanda ilə yarışırıq. Beləliklə, atlet seçərkən nəyə fikir verirlər? Buyurun Fidan xanım. Neçə ulduzlu olduğuna. Diqqət ekrana, cəmaat nə deyir? Oo, ulduzların sayı ən populyar cavabıdır. Fidan xanım, o deyirlər ha, boy məsələsi. Keçərlidir yox? Razıyam. Razıyam, mən də. Ən Yaxşı populyar mənada. cavabı tapdınız, bəli? Yaxşı mənada. Yaxşı mənada, bəs Bəli, nə deyirəm bəli. ki? Kimin oynayaq? Gənc Bizim komanda. müxbirlər? Gənc müxbirlər. Gənc müxbirlər. Bəli. Vermirsiniz onlara oyunu. Yox. Hər kəs öz komandası yana. Buyurun. Dostlar, olmayıb, siz başlayasınız oyuna. Hər dəfə Başlamış, yox hələ olmayıb. yox, olmayıb. Bir dəfə düyməyə tez çıxdınız, onda da Əsas səs cavab. nəticədir. Ə- Əsas Aa. nəticədir. Siz eşitdiniz də. Fərid, sizinlə davam edirik. Atlet seçərkən nəyə fikir verirsiniz? Mən düşünürəm ki, insanlar daha çox otelin harda yerləşdiyinə, yəni mən oradan şəhərin gəzməli yerlərinə necə gedib gələcəm, yerləşmə məkanı. Diqqət ekrana, cəmaat nə deyir? Aa, yerləşməsi 5-ci cavabı tapdınız. Gül xanım, ikinci populyar cavabı tapaq. Məncə təmizliyinə, səliqəsinə. Otel seçərkən nəyə fikir verirlər? Təmizliyinə, səliqəsinə. Təmizliyinə. bəli. Cavabınızı qəbul edirəm. Diqqət ekrana, cəmaat nə deyir? Təmizlik, bu çox vacibdir. Azər bəy, otel seçərkən nəyə fikir verirlər? Qiymətinə. Qiymət. Diqqət ekrana, cəmaat nə deyir? Əla gedirsiniz. Almaz xanım sizdən də yaxşı bir cavab gözləyirəm. Otel seçərkən nəyə fikir verirlər? Neçə nəfərlik olduğuna deyək. Neçə nəfərlik olduğu. Diqqət ekrana, cəmaat nə deyir? Yox deyəcəm. Fidan xanım, otel seçərkən nəyə fikir verirlər insanlar? Mətbəxinə. Mətbəxinə. Cavabınızı qəbul edirəm. Gəlin baxaq. Edin. Edim. Edin. Cəmaat nə deyir? Var belə cavab. Bəli, yemək məsələsi çox vacibdir özü bizim üçün. Fərid, otel seçərkən nəyə fikir verirlər? Ola bilər ki, Məsələn, bax, oturmusunuz saytına brend, baxırsınız. brend ola bilər ki, mən baxıram ki, ən məşhur otel hansıdır ona görə bəlkə. Ən məşhur otel. Cavabınızı qəbul edirəm. Diqqət ekrana. Gəlin baxaq. Klasına görə də, klasına görə yəni, sinfinə görə, klasına Sinifinə görə. görə. Cavabınız qəbul olundu. Gəlin baxaq, cəmaat nə deyir? Yoxdur belə cavab. Gül xanım, otel seçərkən nəyə fikir verirlər insanlar? Canlı musiqisinin olması. Canlı musiqi. Cavabınızı qəbul Yəni, edirəm. ümumiyyətlə Canlı musiqi. musiqi Gül xanım üçün çox önəmlidir. Diqqət ekrana. Cəmaat nə deyir? Yoxdur belə cavab. Həmid ağa, otel seçərkən nəyə baxırlar insanlar? Mənzərəsinə. Buyurun, otel seçərkən nəyə baxırlar? Məncə rəylərə, otel haqqında rəylərə. İlham bəy, sizin fikriniz çox maraqlıdır. Otel seçərkən nəyə fikir verirlər? Bəlkə də ola bilər onun mərtəbələrinin sayına. Mərtəbələrin sayına. Firuz bəy, Rahatlığına. otel Bəli. Rahatlığına, komfortuna. Rahatlığı, komfortu. Və Nişabə xanım, siz sadəcə fikir yox, sadəcə cavab deyirsiniz bizə. Hansı fikir, hansı seçim sizin daha çox diqqətinizi cəlb etdi? Bəlkə də öz cavabınız var. Bilmirəm. Bizə cavab verin. Otel seçərkən nəyə fikir verirlər insanlar? Rəylərə. Rəylərə. Bəli. Niyə Yəni rəylər? hər bir otelin səhifəsində Aha. girib aşağıda olan yazılan rəylərə bax. Oxuyursunuz bəyən? Bəli. Hara gedəndə məsələn tutaq ki? Məsələn, Latviya, Antalyaya, Bodruma və yaxud bəli, gedəndə Rigaya baxırsınız. gedəndə baxmışıq, bəli, rəylərə. Sonra və yaxud bəli, istirahətə gedəndə Qiymətləndirmə adicə ölkə daxili istirahət mərkəzləri var, otellər var. Ora getməmişdən qabaq seçmək üçün açırıq səhifəsi varsa rəylərə baxırıq. Cavabınızı qəbul edin. Edin. Cavabınızı qəbul edirəm və cavabınızı dəyişə bilməzsiniz. Baxın, çox maraqlı bir məqama toxunduq. Ulduzların sayı, qiymət, təmizlik, yerləşməsi, yemək. Daha bir məsələ var axı. Yəni, biz otelə gedəndə bizi oteldə kim qarşılayır? Personal. Niyə görə bu cavablardan heç birini siz demədiniz, dostlar? Gəlin, 4-cü xanlıya baxaq. Populyar cavabı da tapa bilmədiniz. Cəmaat nə deyir? Personal, xidmət çox önəmlidir. Hər zaman insanlar ona fikir verirlər. Bu cavabı İlham bəy siz demişdiniz, düzdürmü? Bu cavabı demişdiniz, amma Nüşabə xanım bu cavabı qeydə almadı. O qayıtdı ki, rəylər. Amma rəylər cavabını deməsəydiniz, bəlkə də daha çox xal götürəcəydiniz və növbəti raunda keçid alacaqdıq. Hörmətli gənc müxbirlər, cavabları səhvdirsə, mən sizi indidən təbrik edirəm. 150 xal sizin
Diqqət ekrana. Bəs görəsən cəmaət nə deyir? Bəli, rəylərə baxılır. Bu ən çətin cavab idi və siz tapdınız sabaha saxlamadan. Təbrik edirəm. Sabaha saxlamayanlar komandası 229 xal. Çox yaxşı oyun nümayiş etdirdiniz. Hörmətli gənc müxbirlər, mən başa düşürəm sizi. Xanaları açırsınız, bir dənə cavablar aparırlar. Belə iş olar. Eybi yox. Qarşıda hələ 4-cü raund var. Siz irəliləyə bilərsiniz. 82 xalınız var. Xallar 2-yə vurulur. Odur ki, daha dəqiq, daha ciddi oyuna ehtiyacımız var. Alqışlarla round 4 cəmaət edir. Davam edirik. Gənc müxbirlər, sabaha saxlamayanlar. Əla, 4-cü raunda gəldik, 229 xalınız var. Sizin isə 82 xalınız var. İndi bu raundda hər şeyi həll edəcəyik. Bütün sualların cavablarını tapacağıq. Çünki sual belədir. Görəsən, sabaha saxlamayanlar, yoxsa gənc müxbirlər finala gedəcəklər. İnanırsınız, bir çox tamaşaçılar da hal-hazırda bunu bilmək istəyirlər. Elə biz də ona görə 4-cü raunda başlayırıq. 4-cü raunda başlamaq üçün təbii ki, bizə iştirakçılar lazımdır. Böyük məmnuniyyətlə hər birinizi burada görmək, hər birinizi burada iştirak etməsi bizim üçün çox önəmli. Dərin təşəkkürlər ki, bu cür insanları biz dəvət edib iştiraklarını görürük. Orxan, Fərid, gəlin başlayaq. Mərkəzə! Yaxşısınız? Yaxşıyıq. Hər ikinizə uğurlar arzu edirəm. Təbii ki, baxaq görək nəticədə nə olacaq. 100 nəfər arasında sorğu aparmışıq. 7 populyar cavabı axtarırıq. İlk düyməyə sıxan isə cavablandıracaq və görək kim populyar cavabı deyəcəksə, o da seçim edəcək kiminlə oynayaq. Hər halda uğurlar. Teatrda nə etmək olmaz? Buyurun Orxan. Alqışlamaq olmaz. Alqışlamaq olmaz? Bəli. Diqqət ekrana, cəmaət nə deyir? Teatr alqışı çox sevir. Fərid, teatrda nə etmək olmaz? Yüksək səslə danışmaq olmaz. Diqqət ekrana, cəmaət nə deyir? Bu ən populyar cavab idi. Danışmaq, səs salmaq, nə bilim, bir-birlər arasında söhbət eləmək. Kimin oynayaq? Bizim komandalar, gənc müxbirlər. Gənc müxbirlər. Hər kəs öz komandasının yanına buyura bilərsiniz. Dostlar, sabaha saxlamayanlar, söhbət edə bilərsiniz, getməyin Orxan, yaxınlaşın. Mən sadəcə bir sual maraqlandır. Siz qəsdən belə eləyirsiniz? Yox. Sadəcə Mənə elə gəldi ki, siz qəsdən belə eləyirsiniz. Səhv cavablar, düyməni sıxanda, yəni səhv cavablar verirsiniz ki, onlar tapsınlar, siz götürəsiniz xalları. Bu da bir strategiya ola bilər. Ola bilər. Teatr getdiyi müddətdə alqışlamaq etik sayılmır. Ən sonda alqışlanır onlar. Oyunu bölməmək üçün. Mən ona görə o cavabı səsləndirdim. Orxan bu cavabında səmimidir. Səmimidir. Bəli. Amma mən sizə bir dənə bir söz deyim. Əgər bu strategiya idisə, strategiya bəzən insanları, yəni cəmaət nə deyir də, komandaları uduzdurur. Ona görə sizə uğurlar. Baxaq görə nə baş verəcək. Mən gənc müxbirlərlə davam edeyim, siz söhbət eləyə bilərsiniz. Gənc müxbirlər onlar başqa şey haqqında danışırlar, mənə elə gəlir. Veriliş haqqında danışmırlar, inanırsınız. Filan kəsi gördünüz də, gəldi, filan elədi. Teatrda nə etmək olmaz Gül xanım? Telefonla danışmaq olmaz. Diqqət ekrana, cavabınıza baxaq. Cəmaət nə deyir? Telefon, tamamilə doğrudur. Telefonla danışmaq, oynamaq və yaxud eləmək ki, insanlara mane olmaq. Azər, sizə bu raund çox önəmlidir sizin üçün. Siz bu raundda irəli çıxa bilərsiniz. Xanaları səhvsiz açın, baxaq görək sonda nə olacaq. Azər, teatrda nə etmək olmaz? Yer dəyişmək. Yer dəyişmək? Cavabınızı qəbul edirəm. Diqqət ekrana, gəlin baxaq. Cəmaət nə deyir? Yoxdur. Almaz xanım. Deyin görək, teatrda nə etmək olmaz? Yemək yemək. Yemək yemək. Diqqət ekrana, cəmaət nə deyir? Bəli, belə cavab var. Fidan xanım, teatrda nə etmək olmaz? Səhnəyə çıxmaq olmaz. Səhnəyə çıxmaq olmaz? Yəni aktyorların olduğu səhnə ki var, ora çıxmaq olmaz. Nə gözəl cavab verdiniz. Hamı qaçırdı, teatr başında hamı dırmaşırdı səhnəyə ki, mən səhnəyə çıxacam. Cavabınızı qəbul edeyim. Teatrda nə etmək olmaz? Sualını ünvanlayıram sizə. Ya aktyorlara müdaxilə etmək, oyunculara belə deyim də. Aktyorlara müdaxilə etmək olmaz. Nəsə demək onlara, hə. Cavabınızı qəbul edirəm. Düz olsun. Gəlin baxaq. Diqqət edək ekranla. Cəmaət nə deyir? Yoxdur belə cavab. Fərid, sizin şansınız gətirib, siz götürmüsünüz, siz oyunu davam etdirirsiniz. Amma belə getsə,
qalib olmaq şansınız çox aşağıdır. Çünki 2 səhv cavabınız var. Daha bir səhv cavab rəqib komandaya yaxınlaşır. Rəqib komanda düzgün cavabı deyəcək və 2-yə vurulmuş xalları 128 xaldan çox xalı götürüb apara bilər. Ona görə ehtiyatlı olun. Dəqiq, qəşəng, məntiqli cavab gözləyirəm sizdən. Deyin görüm teatrda nə etmək olmaz? Ola bilərmi ki, bəlkə zalda gəzişmək olmaz? Cavabınızı qəbul edin. Fidan Diqqət dedi ki- ekrana, gəlin baxaq. Cəmaət nə deyir? Bəli, zalda gəzmək olmaz. Gözəl cavabıdır. Gülxanım, Fəridin performansını sizdən də gözləyirəm. Mənə deyin görüm, teatrda nə etmək olmaz? Gülmək olmaz. Gülmək? Bəli. Niyə? Teatr gülməlidirsə, niyə gülməyim ki mən? Gülmə, Yüksək. gülməli də aslında. Yox, gülmə. Ya, niyə olmasın gülmək? Yəni dram teatrıdırsa gülmək olmaz. Bəli. Mən əyləncəli bir tamaşanı izləyirəm. Tamaşalarımız var çox gülməli, zarafat. Gülxanım, Cavabı Dəyişim. dəyişin, buyurun, cavabınız. Gecikmək olmaz. Gecikmək, cavabınızı qəbul edirəm. Əgər cavabınız səhv olsa, rəqib komandaya yaxınlaşıram. Diqqət ekrana, cəmaət nə deyir? Yoxdur belə cavab və hal-hazırda siz həyəcan keçirməlisiniz dostlar. Çünki onlar düz cavabı tapsalar, onlarla finala gedirik. Əmid ağa, deyin görüm, teatrda nə etmək olmaz? Ayağa qalxmaq, yəni kimisə qabağını kəsməkdə görün. Teatrda nə etmək olmaz? Yerə zibil atmaq olmaz. İlham bəy, teatrda nə etmək olmaz? Mənə elə gəlir ki, teatrda kiminsə başqasının yerində oturmaq olmaz. Aydındır, Firuz bəy, Yeri sizin zibilləmək olmaz. yeri zibiləmək olmaz. Nüşabə xanım, teatrda nə etmək olmaz sizin cavabınız? Çox vacib. Qəti şəkildə yeri zibilləmək olmaz. Qəti şəkildə yəni bu cavabı deyirəm, xahiş edirəm, qəbul edin, başqa sual verməyin. Mən sizin sualınızın cavabını qəbul etdim, sualın cavabını qəbul etdim və dəyişməyəcəyik. Amma siz təsəvvür edin ki, biz 3-cü populyar cavabı tapa bilmədik. Azər, niyə tapa bilmədiniz? İndi tapdım. Teatra getmişsiniz əzizim. Bəli. Teatrda nə etmək olmaz? Gəlin 3-cü xanaya baxaq. Ben Nişabə xanım, təəssüf. Təəssüf. Diqqət ekrana. Cəmaət nə deyir? Çəkiliş eləmək olarmı? Firuz bəy, olar bəyəm çəkiliş eləmək? Onu biz telefonda qəbul eləmişdik. Müxbirlər, axı siz müxbirsiniz. Teatrda siz çəkiliş eləyə bilərsiniz. Telefonda qəbul elədik. Var, var. David, nə bəli? Telefonda onu əhatə eləyir də. Telefon? Yox, mən kamera ilə gedib çəkiliş eləyirəm. İcazə yoxdur. Bu cavabı demək lazım idi dostlar. Daha çox xal və bu xallarla irəli gedəcəydiniz. Amma siz dediniz ki, Nüşabə xanım, zibilləmək. Diqqət ekrana görə belə bir cavab varmı? Cəmaət nə deyir? Təbii ki var. Bəli, zibilləmək olmaz. Amma bizim daha bir kanalımız var. O kanalı açmamışıq. Yeni gəlmişkən sizə bir xəbər demək istəyirəm. Onların 379 xalları var. Və 4-cü raundun qalibləri Sabah Saxlamayanlar komandasıdır. Əziz müxbirlər, çox gözəl şansınız var idi. Bu cavabları siz deməliydiniz. Daha bir cavab, teatrda nə etmək olmaz? Təbii ki, 6-cı xanaya baxırıq. Bəs görəsən, cəmaət nə deyir? Xoruldamaq, yatmaq olmaz teatrda. Yeri gəlmişkən ən populyar da bu cavab. Çünki bir çox teatrlarda insanlar yuxuya gedilər, xorulduyurlar hətta. Əziz Gül xanım, mən sizi tanımağıma şad oldum. Möhtəşəmsiz, əla. Siz hər zaman belə güləriniz qalan. Fərid, dərin təşəkkürlər, minnətdarıq. Cəmaət nədir? Kartına xahiş edirəm, diqqətlə baxın, yaxşı baxın. Təşəkkür edirəm, minnətdarım. Fidan xanım, dərin təşəkkürlər iştirakınıza görə. Almaz xanım, yadınızda saxlayın. Buğa bürcü ən yaxşı bürclərdən biridir. Azər bəy, dərin təşəkkürlər, möhtəşəm bir oyun nümayiş etdirdiniz. Gənc müxbirlər komandası, tamamımıza şad olduq. Sabah Saxlamayanlar, alqışlayın, alqışlayın. Mən də sizi alqışlayıram. Sizinlə finalda görüşəcəyik. Görək finalda 1000 manatı qazana biləcəksiniz, ya yox. Bu çox çətin sualdır. Bu suala finalda cavab tapacağıq. Final cəmaət nə deyir? Davam edir. Təbriklər Sabaha Saxlamayanlar. Mən sizi təbrik edirəm. Siz 379 xal yığmışsınız. Yəni 379 manatınız var. Təbrik edirəm və ən əsası siz finaldasınız.
Finalda mənim sizə bir təklifim var. 1000 manat, yəni siz buradan 1379 xalla gedə bilərsiniz. Nüşabə xanım, bunun üçün sadəcə sizin 200 xala ehtiyacınız var. 200 xal toplamaq üçün 2 nəfərə ehtiyacınız var. 2 nəfərdən biri ilk iştirakçı olacaq, ikincisi isə təbii ki, ikinci iştirakçı olacaq. Kimlər olacaq? Zəhmət olmasa bizə məlumat verərdiniz və kim birinci, kim ikinci iştirakçıdır. Çox istəyirik 1000 manatı da götürək gedək. Mən də istəyərdim, böyük məmnuniyyətlə təqdim edə Ona bilərəm. görə də biz girişdə də təqdimatda da dediyim kimi soyuq başla, məntiqlə cavab verən Aha, İlham bəy birinci iştirakçı olacaq. çox gözəl. İkinci iştirakçı Həmid ağa. Həmid ağa ikinci Bəli, iştirakçı olacaq. İlham bəy, sizi mərkəzə, Həmid ağa sizi gözləməz alma. Buyurun. İlham bəy, necədir orada dayanmaq? Yaxşıdır, məsuliyyətlidir. Məsuliyyətlidir. Komandadan da ayrı düşmüsünüz. Həm də bir balaca gərginlik çətinliyi var. Bəli. Yaxşı, mən sizi qaydalarla tanış edeyim. Buyurun. Deməli, 5 sual ünvanlayacağım sizə. 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar cavabları axtarırıq. Çalışın ki, populyar cavabları deyəsiniz. 200 İnşallah. xala ehtiyacımız var. Heç olmasa yarısını siz deyin ki, yarısı da Həmid ağaya qalsın. Hər halda populyar cavabları tapmaqda sizə uğurlar arzu edirəm. Çox 20 sağ olun. saniyə vaxtınız olacaq. İlk sual bitəndən sonra vaxt getməyə başlayacaq. Hazır olun da deyin başlayaq. Mən hazıram. Biz də hazırıq. Onda başladıq. Ən məşhur şahmat termini hansıdır? Mat, Nə ötüb keçir? maşın, Əkinçi nə becərir? taxıl, Spağalar nə yeyir? ot, Nəyi pulsuz verirlər? suyu, 20 saniyədən az vaxt ərzində suallara cavab verə bildiniz. Amma maraqlı nə qədər xal toplamısınız. İlham bəy, yaxınlaşıram yanınıza. İlham bəy, yəqin ki, başınıza gəlib. Hardasa suyu sizə pulsuz veriblər. çox olub. Çox olub. Bəli, Hardayı? otellərdə. Otellərdə. Bəli, otellərdə O hava pulu verir. sizdən alırlar, xəbərimiz yoxdur. Əvvəlcədən sizə pul alırlar, ona Ola görə bilər. sizə elə gəlir ki, onlar pulsuz verirlər, pulla verirlər. Həmin o otelə verir sizə əvvəldə pul, onun üçün də suyun pulu var. Ola bilər, Ola razıyam. bilər, bəli. Mən sizin cavablarla davam etmək istəyirəm. Görək nə qədər xal toplamısınız. Hazırsınız? Maraqlıdır. Bəli, Başladıq. hazıram. Ən məşhur şahmat termini hansıdır? Sualını sizə ünvanladım. Siz dediniz ki, Mat, bəli, siz dediniz mat. Maraqlı neçə nəfər mat cavabını deyib. Diqqət ekrana! 30 nəfər. Artıq 30 xalınız var. Nə ötüb keçir sualını sizə ünvanladım. Siz dediniz ki, avtomobil, maşın, bəli, siz dediniz maşın. Maraqlı neçə nəfərin maşın cavabını deyib. Diqqət ekrana! 13 nəfər. O qədər populyar cavab deyil. Mən sizə sual verdim. Əkinçi nə becərir? Siz dediniz? taxıl, Taxıl. Maraqlı neçə nəfər taxıl cavabını deyib. Diqqət ekrana. 26 nəfər. Bu yaxşı cavab idi. Mən sizə sual verdim. Spağalar nə yeyir? Siz dediniz ki, mən dedim ki, ot, ot. Maraqlıdır neçə nəfər ot cavabını deyib. Diqqət ekrana. 40 nəfər. Sizin artıq 109 xalınız var. Mən sizə sual verdim. Nəyə pulsuz verirlər? Siz dediniz ki, suyu, su. Neçə nəfər su cavabını deyib. Diqqət ekrana. 17 nəfər suyu pulsuz alır. İlham bəy, cavablarınız yaxşıydı. Sizin 126 xalınız var. Sabaha saxlamayanlar komandası sizi gözləyir. Buyurun. çox sağ olun. Sabaha saxlamayanlar 126 xalınız var. Mən sizi təbrik edirəm. 74 xal çox deyil əslində. Düşünürəm ki, bunu da toplamaq lazımdır ki, 200 xal edəsin. 1000 manat sizə baxır, aparasız özünüzlə. Amma sizin komanda yoldaşınıza, Həmid ağaya ehtiyacınız var. Həmid ağa, mərkəzə! Hörmətli Həmid, həyəcanlısınız? Xeyr, Qətiyyən. qətiyyən. Əla. Soyuqqanlılıq çox gözəl bir şeydir. Yeri gəlmişkən hal-hazırda görürsüz. Sizin yetərincə xalınız var. Çox az bir hissə qalıb ki, onu toplayın. Sabah saxlamadan
qalibiyyətinizi elan edin. Hər halda bunun üçün mən sizə şərtləri qeyd etməliyəm. Nələr var bizdə? Biz sizə 5 sual ünvanlayacağıq. O sualları ki, mən İlham bəyə ünvanlamışdım. 100 nəfər arasında sorğu aparmışıq, ən populyar cavabları axtarırıq. Çalışın ki, populyar cavabları deyəsiniz. Sizin 25 saniyə vaxtınız olacaq. Çünki o 5 sualı ünvanlayacağım. Ha. Əgər sizin cavabınız İlham bəyin cavabı üst-üstə düşsə, bu səsə işləyəcəksiniz. Və dərhal başqa bir cavab, alternativ cavab deməlisiniz. Aydındır. Aydındır. Onda mən sizə daha bir məqamı qeyd etmək istəyirəm. İlk sual bitəndən sonra 25 saniyə gedəcək. Hazırsınız? Hazır. Başlayaq. Başlayaq. Şahmatda ən məşhur termin hansıdır? Figur, Figur. Nə ötüb keçir? maşın, velosiped, Əkinçi nə becərir? bitki, Spağalar nə yeyir? ot, yarpaq. Nəyə pulsuz verirlər? Nəyi pulsuz verirlər? Nəyə pulsuz verirlər? Çörəyi. 25 saniyə vaxt. Biri suyu pulsuz alır, biri çörəyi pulsuz. Qardaş, hardadır o çörəyi pulsuz? Maraqlıdır nə qədər xal toplamısınız? Olar 80 olar. 80. Özünüzə çox əminsiniz. Yaxınlaşsam yanınıza baxaq. Biz hal-hazırda İlham bəyin cavablarını ekranda görəcəyik və İlham bəyin cavablarını görəndən sonra sizin cavablarla davam edəcəyik. Hazırsınız Əmid? Bəli. Əla cavablarınız var idi. Mən sizə sual verdim ki, ən məşhur şahmat termini hansıdır? Siz dediniz ki... Figur. Bəli, siz dediniz figur. Maraqlıdır neçə nəfər figur cavabını deyib. Diqqət ekrana. 12 nəfər. Əgər siz şah desəydiniz, bu ikinci ən populyar cavab idi. 25 xal gətirəcəkdi. Ən populyar cavab isə mat cavabı idi. Onu İlham bəy cavablandırmışdı. Sizin cavabınız 12 xal gətirdi. Mən sizə sual verim. Nə ötüb keçir? Siz dediniz ki... Velosiped, velosiped. Bəli, siz dediniz velosiped. Maşın cavabını dediniz, amma İlham bəyin cavabı da üst-üstə düşdü. Ona görə də səsini eşitdiniz və dərhal velosiped dediniz. Maraqlıdır neçə nəfər velosiped cavabını deyib. Diqqət ekrana. 3 nəfər. Əgər siz ömür cavabını desəydiniz, ötüb keçir. 27 nəfər cavab vermişdi və bu ikinci populyar cavabı. Zaman, bəli Nüşabə xanım, ən populyar cavabıdır və sizə 29 xal gətirəcəkdi. Mən sizə sual verdim ki, Həmid, əkinçi nə becərir? Siz dediniz ki... Bitki. Bəli, siz dediniz bitki. Hansı bitkidən söhbət gedir? Kartof, soğan. Niyə demədiniz kartof, soğan? Mən onları fikirləşdim, dedim ümumi, yəni birini deməyim deyə. Yəni, Bitki. Bəli. Neçə nəfər bitki cavabını deyib? Diqqət ekrana. 14 nəfər. Sizin 155 xalınız var. 45 xal lazımdır. 45 xal. Spağalar nə yer sualını ünvanladım sizə? Siz dediniz ki... Yarpaq. Bəli, dediniz yarpaq. Çünki İlham bəy cavablandırmışdı ot cavabını. Yarpaq cavabını neçə nəfər deyib? Diqqət ekrana. 36 nəfər. Bu ikinci ən populyar cavabıydı. 40 xal gətirən isə ən populyar idi. Ot cavabını İlham bəy cavablandırmışdı. 9 xal. Amma mən sizə bir məqamı demək istəyirəm. Mən sizə sual verdim ki, nəyə pulsuz verirlər? Siz dediniz ki... Çörək. Bəli, siz dediniz çörək. Əgər siz məsləhət cavabını desəydiniz, bu ikinci ən populyar cavabıydı. 24 xal gətirəcəkdi. Ən populyar cavab isə salam. Mən sizə vermişdim bunu. Və bu ən populyar cavab idi ki, 26 xal. Su cavabı populyar deyildi. Zaten 17 xal gətirmişdi. Çörək cavabı, mən sizə bir sirri açım dostlar. Heç populyar cavab deyil ha. Çünki çörəyi heç yerdə pulsuz vermirlər. Heç yerdə. Bəlkə suyun yanında, bəlkə çayın yanında qəndi pulsuz verərlər. Amma çörəyi pulsuz heç vermirlər. Ona görə bu populyar cavab olmadığı üçün siz qalib olma ehtimalını sıfıra indirir. Desəm, yanılmaram. Amma gəlin baxaq da görə çörək cavabını neçə nəfər deyib. Bəlkə 2, 3, 4 nəfər deyib. Diqqət ekrana! 12 nəfər və siz 203 xal topladınız. Həmin komanda sizi gözləyir. Buyurun. Həmid, nə sildiniz? Təbii. Hardan? Alnımdan, alnım. Alnımız çox böyüdü. Başlayınız yuxarıdan və aşağı. Amma qeyd edim ki, İlham bəy sizi əməlli başlı... Qabağa atdı. Bəli, dəstək oldu. İlham bəy dəstək oldu sizə. Çünki daha çox xalı topladı və nəticə etibarilə
qeyri-populyar sonuncu cavabla nəticə etibarilə irəli çıxa bildiniz. Hörmətli sabaha saxlamayanlar, mən sizi təbrik edirəm. 1000 manat sizindir. Bravo. Və buradan cəmaət nədirdən 1379 manatla ayrılırsınız. Mən sizi təbrik edirəm. Çox yaxşı bir oyun nümayiş etdirdiniz. Əvvəla gənc müxbirləri yola saldınız. Sonra isə finalda qalib oldunuz. Qalib olmaq çətindir, amma çox gözəldir, deyilmi? Təbrik edirəm sizi. Əgər siz də qalib olmaq istəyirsinizsə, bu qədər pulu, elektronika, məişət texnikasında qazanmaq istəyirsinizsə, ən əsası yaxşı əylənmək istəyirsinizsə, cəmaət nədirə doğru gəlin. Bizsə bugünlük hələlik deyirik. Gələn həftə eşidilərik, görünərik və ən əsası oynayarıq. Hələlik!